Rayon şəhərə düşən belə bir maraqlı üçbucaq sualına baxaq. AB ilə AC bərabərdir, yəni ümumi üçbucağımız bərabər yanlıdır və BAD 30-dur, AY ilə AD də bərabərdir. Deməli, bu da bərabər yanlı üçbucaqdır. Və bizdən CDY bucağını istəyir. Maraqlı bir sualdır. İndi məsələn, bərabər yanlı olduğuna görə bura beta desəm, burada beta olacaqdır. Və mən baxıram DYS üçbucağına. Burada bu bucaq xarici bucaqdır. Deməli, X ilə betanın cəminə bərabərdir. Mən baxıram ADY üçbucağına ki, AY ilə AD bərabərdir. Yəni, burada X plus beta olur. Burada bir qamma desəm, ümumi üçbucağın daxil bucaqları cəmi 180 eləməlidir. 2 beta, qamma, 30-un cəmi 180 isə bunların cəmi 150 dərəcə edər. Mən baxıram A7 üçbucağına. Burada da yazıram 2x, 2 beta və qammanın cəmi 180 etməlidir. 2 beta ilə qammanı 150 tapmışdıqsa, burada 150-dir. 2x 30 dərəcədir və x də 15 dərəcədir. Yəni, bizdən x-i soruşduğu üçün 15 dərəcə etmiş olar.